Ekonomikdə isə Aysel Fərziyeva bizi gözləyir. Axşamınız xeyir olsun Aysel. Hər vaxtınız xeyir Mehman. Türk lirəsi ilə bağlı xəbərdən az-çox məlumatlı olduq. Daha hansı yeniliklər tamaşaçıları gözləyir? Mehman, sözsüz ki, Azərbaycan manatının məzəməsi ilə bağlı sizə xəbərimiz olacaq. Biləcəksiniz ki, manat bugün dolara nisbətdə hansı mövqedə olub, ucuzlaşıb, yoxsa dəyərini artırıb? Bax, bu barədə xəbərimiz olacaq. Eyni zamanda siz qeyd etdiyiniz kimi Türk lirəsi çox sürətlə ucuzlaşır. Hazırda neçəyə mübadilə edilir və ümumiyyətlə proseslər fonunda lirənin ucuzlaşmasının Azərbaycana təsirlərini çatdıracağıq sizə və əlbəttə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin bugün bir tədbiri keçirilib. Çox maraqlı məlumatlar verilib, həm yeni xidmətləri ilə bağlı, həm də səyyar xidmətləri ilə bağlı. Bax, bu barədə bütün məlumatları bizdən öyrənəcəksiniz. Buyurun, təqdim edin xəbərlərinizi. İndi isə daha ətraflı. Dolar Azərbaycan manatına nisbətən bugün möhkəmlənib. Mərkəzi Bankın martın 10-una olan məlumatına görə 1 dollar 1,10,491 manata mübadilə olunur. Bu, mart ayının 6-sına olan göstəricidən 0,1% çoxdur. Avropanın vahid valyutası isə milli valyuta ilə münasibətdə dəyərini 2,7% itirib və indi 1 avro 1,10,1327 manata dəyişdirilir. Türkiyənin milli valyutası lirə isə dolara nisbətdə dəyərini sürətlə itirməkdə davam edir. Son 2 ildə Türk lirəsi dolara nisbətdə dəyərini düz 34% itirib. Türkiyə Mərkəzi Bankı lirənin məzənnəsini sabit saxlamağa çalışsa da, hələ ki, enişin qarşısını ala bilməyib. Son bir həftə ərzində lirə dollara nisbətdə 3% ucuzlaşıb. İlin əvvəlində 1 dollar üçün 2,3 lirə təşkil edən məzənnə 2,6 lirəyə bərabərdir. Bugün səhər saatlarında Türkiyə Mərkəzi Bankı məzənnə ilə bağlı açıqlama verib. Sabahdan etibarən az da olsa lirənin məzənnəsinin yüksələcəyi ehtimal edilir. Dolların praktik olaraq lirəyə həm iqtisadi, həm psixoloji təzyiqin artması müşahidə edilir. Təbii ki, psixoloji təzyiq də var, çünki qonşu ölkələrdə milli valyutalar dəyər itirir. Nəzərə alsaq ki, Türkiyənin ən böyük ticarət tərəfdaşı, ən çox ixrac etdiyi ölkə Rusiyadır. Rusiyada bulan məzənnəsinin aşağı düşməsi praktik olaraq Türkiyə lirəsinin dolları məzənnəsinin həm iqtisadi, həm də psixoloji təsir göstərir. Artıq alış-veriş mərkəzlərində mal qıtlığı yaranmasa da gündəlik tələbat mallarının qiymətləri artır. Ekspertlər deyir ki, lirənin ucuzlaşması ölkəmizdə də özünü göstərəcək. Lirənin dolar nisbətən məzənnəsinin aşağı düşməsi Türkiyədən Azərbaycana gətirilən məhsulların qiymətinin azalmasına səbəb olacaq. Çünki həmin məhsullar milli valyuta ilə istehsal olunur və satılır. Amma lirə dolar nisbətən dəyər itirdiyi üçün həmin məhsulların dollara verəcək manata nisbətən qiyməti aşağı düşür. Proqnozlara görə Türk lirəsinin dolar qarşısında ucuzlaşması hələ uzun müddət davam edəcək. Aysel Fərziyeva, Turab Məmmədov, Lider TV. Əmlak Məsələləri Dövlət Komitəsi yeni xidmət istifadəyə verib. Belə ki, bundan sonra mobil telefonlardan 9193 nömrəsini SMS göndərməklə daşınmaz əmlakın qeydiyyatı üzrə xidmət haqqını, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin nə yerdə olduğunu və dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə borcunu öyrənmək mümkün olacaq. Əsas məqsəd qeydiyyat prosesinin rahatlığının artırılmasıdır. Xidmətdən istifadə tam pulsuzdur və bunun üçün qeydiyyatdan keçməyə belə ehtiyac yoxdur. Ötən ilin fevral ayından Əmlak Məsələləri Dövlət Komitəsinin başlatdığı əmlakın qeydiyyatı ilə bağlı mobil ofis xidməti və kütləvi çıxarış kampaniyası bu ilin iyuluna dək davam edəcək. Bununla bağlı komitənin rəsmi internet səhifəsində mobil xidmət qrafiki yerləşdiriləcək. Onu da deyək ki, xidmətdən indi təkcə xüsusi sosial qruplardan olanlar deyil, hər kəs faydalana biləcək. Bunun üçün də biz həmin qeydiyyat vəsiqələridir, dövlət haqlarında şəhadətnamələrdir. Bu sənədləri kütləvi şəkildə çıxarışlara çevirməklə bağlı rayonlarda, kəndlərdə xidmətlər göstəririk. Bizim ərazi idarələrimiz bu xidməti göstərirdi, amma biz daha tez olsun deyə mobil xidmətlər vasitəsilə rayonlarda, kəndlərdə vətəndaşlardan köhnə sənədləri yığırıq, onları çıxarışa çevirib yenidən həmin məkanda, yəni həmin kənddə, həmin rayonda vətəndaşlara geri qaytarırıq, paylayırıq vətəndaşlara. İndi isə dünyada baş verən iqtisadi yeniliklərə nəzər yetirək, Ukrayna Rusiya qazının asılılığını xeyli azaltmağa müvəffəq olub. Bu barədə açıqlama verən Ukraynanın prezidenti Pyotr Poroshenko qeyd edib ki, bundan sonra ölkəsi hər 1000 kubmetr üçün $245 alacaq.
Шановні співвітчизники, Biz qış aylarında cəmi 2 milyar kubmetr qaz almışıq. 10-cu ödənişimiz $300 da aşağı qiymətə başa gəlib. Bu son nəticədə Rusiyanın qaz ixracı həcmini 68% artırmağa məcbur edib ki, qaz bazarında qiymətlərin aşağı düşməsinə gətirib. Artıq Ukrayna idxal olunan revers qazı üçün $245 pul ödəyəcək. Bizim 23 ildən artıq arzusunda olduğumuz gün yetişdi. Ukrayna tam şəkildə mavi yanacağın idxalının diversifikasiyasına nail oldu. Artıq biz bir ixracatçıdan asılı deyilik. спровокованого з Bu arada Gazprom şirkəti Avropaya qaz nəqlinin həcmini kifayət qədər artırmağa müvəffəq olub. Rusiyadan Ukrayna ərazisi ilə Avropaya nəqlin həcmi 40% çoxalıb. İxrac olunan əlavə qazın 70%-i İtaliyaya, qalan hissəsi isə Almaniyanın cənub əyalətlərinə göndərilib. Eyni zamanda Gazprom şimal axını boru kəməri vasitəsilə qaz ixracını gün ərzində 82 milyon kubmetr artıraraq ümumi həcmi 18% yüksəldə bilib. Bugün bütün markalardan olan neftin qiymətində eniş müşahidə edilir. Bu saata Amerikanın New York əmtia birjasında hərraca çıxarılan light nefti $49.53 təklif edilir. London birjasındakı Brent nefti isə $57.71 bərabərdir. Qiymətli metallar bazarında yenə də qızılın ucuzlaşması müşahidə edilir. Sarı metalın bir unsiyası 0,7% ucuzlaşaraq $1165.72 satılır. Gümüş isə bir qədər artım edib və indi $15.78 təklif edilir. Digər bütün metallarda qırmızı zonada qərarlaşıblar. Dünyanın səhəm bazarında əsasən eniş müşahidə olunur. Amerikanın aparıcı qiymətli kağızları nəzərə çarpacaq dərəcədə ucuzlaşıblar. Yaponiyanın Nikkei 225 indeksi də eyni tendensiyanı nümayiş etdirir. Avropanın səhəm bazarında da dinamika mənfi istiqamətdədir. Valyuta bazarında avronun məzənnəsinin kəskin enişinin şahidi oluruq. İndi avro dollar 1.0749'du, dolar yen 125.35, funt sterling dollarsa 1.50-55'e bərabərdir. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənələri isə belədir. Dollara nisbətdə manatın enişi müşahidə edilir. İndi 1 dollar 1 manat 5 qəpikdən bir qədər aşağıdır. Avro isə milli valyutaya nisbətdə eniş edib. İndi 1 avro 1 manat 13 qəpik yarımdır. Rusiya rublu da bahalaşıb və 1,7 qəpikli Türk lirəsi isə 40 qəpiyə bərabərdir. Belə sizi maraqlandıran hadisə və narahat edən problemlər barədə isə 497-61-57 nömrəli qaynar xəttimizə zəng vurub məlumat verə bilərsiniz. Həmçinin Android tipli mobil telefonlara iReporter proqramını yükləməklə də qarşılaşdığınız hər hansı hadisəni Lider televiziyasına göndərə bilərsiniz. Bugün isə bizdən bu qədər mehman, söz yenidən sizdədir. Çox sağ olun, Ayşə.